Birinci Şah Abbas Səfəvi dövlətində elə bir vaxt hakimiyyətə gəlir ki, dövlət bir tərəfdən Osmanlılar, bir tərəfdən də Ruslar məhv edir. Osmanlılar demək olar ki, bütün Azərbaycan torpaqlarını işğal edir. Çox az, 10%, 5% torpaq qalır. Amma Abbas hakimiyyətə gəlir, böyük bir islahatlar keçirir, hərbi yöndən idarə etmədən qoşunu çox gücləndirir və ondan sonra Osmanlıya qarşı savaşa başlayır. Və bu savaşda Osmanlıların işğal elədiyi bütün Azərbaycan torpaqlarımızı geri qaytarır və Azərbaycanın Səfəvi dövlətinin qüdrətini bərpa edir. Dövlət yenidən qüdrətlənir. Birinci Abbasdır. İkinci Abbas da yenə 17-ci əsrdə hakimiyyətə gəlir və xalqın çox qaydına qalan, xalqı çox sevən, hətta paltarın dəyişir, sadə insan, sənətkar, kəndli formasında bazarda, küçədə gəzir, xalqın düşüncələrini öyrənir. Hansı məmur onu yaxşı idarə eləmirsə, hansı məmur haqsızlıq edirsə, onun yanına çağırır, cəzalandırır. Hətta xalqdan kimin borcu varsa, onları ləğv edir borcları. İkinci Abbas da çox gözəl hökmdar oldu. Və üçüncü Abbas da Səfəvilərin sonuncu hökmdarıdır. O təxminən 9 aylıq olanda onu hökmdar elan edirlər Nadir xan tərəfindən və 4 yaşında olanda öldürülür və Şah Abbasdan sonra